Hello everyone, it's Esmira from Qacar Academy. Bugün sizinle bir yerde sonu idi və ayıncılı şəkilçilərlə bitən sifətlərə baxacağıq. Hansı halda sifətlərin sonu idi şəkilçisini, hansında isə ayıncı şəkilçisini əlavə etməliyik, bunu aydınlaşdıracağıq. Xüsusilə beginner leveldə olan və yaxud da elementary leveldə olan tələbələrdə bəzən bunları istifadə edərkən problemlər yaşanır. Harda idi, harda ayıncı istifadə etməyi, sifətə harda idi, harda ayıncı əlavə etməyi qarışdırırlar. Ona görə də ümid edirəm ki, bu izah sizin üçün yararlı olacaq. İdi ədjektivləri, sonu idi ilə bitən ədjektivləri istifadə eləyərkən biz fikir verməliyik ki, bu insana aid hər hansısa bir hissi izah etsin. İnsana, heyvana, ümumiyyətlə canlıya aid olan hər hansısa bir hissi izah etsin. Burada qeyd etdiyim kimi describe a feeling in a person or animal. Bu canlıya aid olmalıdır mütləq şəkildə. Tutaq ki, deyirik I am bored. Burada id şəkilcisi əlavə olunub. Yəni mən sıxılmışam. Mənə aid olduğuna görə, şəxsdən söhbət getdiyinə görə də burada boring yox, bored olaraq istifadə eləyəcəyik. She feels excited. O həyəcanlı hiss edir. Burada da eyni qaydada exciting yox, excited istifadə etməyimizin səbəbi söhbətin üçüncü şəxsin təkindən, yəni yenə canlıdan getməsidir. We were confused. Biz çaşmışdıq. Burada da confused olaraq istifadə olunmasının səbəbi odur ki, yenə canlıya aiddir. Eyni zamanda heyvana da aid ola bilər. Bu zamanda biz onların hisslərini aydın şəkildə görə bilməsək də, müxtəlif cümlələrin içərisində onların hissi olduğuna görə id şəkilçisi vasitəsilə istifadə oluna bilər. For example, the dog seems excited. It həyəcanlı görünür. Bu formada istifadə edə bilərsiniz. ING-li sifətlərin istifadə edildiyi hal isə bayaq qeyd elədiyimiz insanda o yaradılan hissin və yaxud da heyvanda yaradılan hissin səbəbidir. Daha çox xarakteristikanı izah etmək üçün izah edilir, nəyinsə xüsusiyyətini göstərmək üçün izah edilir və bu adətən canlı olmur. For example, the lesson is boring. Dərs sıxıcıdır. Burada söhbət dərsdən, yəni cansızdan gedir və onun xarakteristikasını göstərir. Dərsin sıxıcı olduğunu izah edir. Ona görə də ING-li sifət istifadə olunur və yaxud da the work is tiring, iş yorucudur. Burada eyni qaydada söhbət işdən gedir, cansızdan gedir. The book is interesting, kitab maraqlıdır. Burada da söhbət kitabdan, cansızdan gedir və həmin o yaratdığı hissin səbəbini qeyd eləyir. The movie was exciting. Film həyəcanlı idi. Burada filmin həyəcanlı olmağından bəhs edirik. Yenə cansıza aid olan bir şeydən danışırıq. Ona görə də hissi yaradan şey olduğuna görə burada sifəti ING-li formada istifadə edirik. Yəni bir-biri ilə müqayisə etsək, mən I'm bored deyərkən öz xüsusiyyətimdən, daha doğrusu öz hissimdən bəhs edirəm. Canlıda yaranmış hissdən bəhs edirəm. The film is boring deyəndə mən artıq filmin xarakteristikasından, yəni cansızın xarakteristikasından bəhs edirəm. Eyni zamanda bu hissi yaradan səbəbdən bəhs edirəm. Məsələn, deyə bilərəm ki, I feel tired because the film was boring. Mən yorğun hiss edirəm, çünki film maraqsız idi, film sıxıcı idi. Burada gördüyünüz kimi mən hiss edirəm hissəsində I feel tired dedik. Çünki öz hissimizdən, canlıya aid hissdən danışdıq. Digər tərəfdə isə the film was boring dedik. Bu səbəbi yaradan, bu hissi yaradan səbəbdən bəhs etdik. Ona görə də buradakı sifətə ING əlavə elədik. Ən çox istifadə olunan cütlüklər var burada. Məsələn, interested, interesting, bored, boring, excited, exciting, tired, tiring, surprised, surprising, confused, confusing, frightened, frightening. Bunların hər biri daha çox istifadə olunan hallardır. Amma dediyim xüsusiyyətlərə diqqət yetirsəz, bunları gətirib düzgün şəkildə yerinə qoymaq çətin olmayacaq. Əgər kim hiss edir sualına cavab tapırsınızsa burada idi. Əgər nə hiss etdirir, bu hissi nə yaradır sualına cavab verirsinizsə ING əlavə edirsiniz. For example, I am frightened, mən qorxuram. Burada canlıya aiddir deyə, mənim hissimə aiddir deyə burada bu formada verdim. Amma deyə bilərəm ki, the noise was frightening, səs qorxuluydu. Burada artıq o qorxu hissini yaradan səbəbdən bəhs etdiyimə görə orada ING-li sifətdən istifadə edirəm. Burada kiçik bir quiz var. Cümlələrdə həmin boşluqlarda gətirib cavabları qeyd edə bilərsiniz. Daha sonradan videonun sonunda hər birinin cavabları qeyd olunacaq. Burada istəsəz pauza verə bilərsiniz. Cümlələri tamamladıqdan sonra cavablarını da yoxlaya bilərsiniz.
Məsələn, birinci cümlədə the exam was very boşluq qoyulub. The exam imtahandan söhbət getdiyinə görə mən artıq başa düşürəm ki, burada daha çox səbəbi yaradan şeydən danışılır və mən burada istifadə edə biləcəm ing-li sifətdən. Ona görə gətirib qoyacağam tiring. The exam was very tiring. İmtahan çox yorucu idi. İkincidə I felt boşluq qoyulub after the shower. Mən duşdan sonra hiss etdim. Burada xüsusiyyət mənə aid olduğuna görə, mənim hissimdən söhbət getdiyinə görə mən burada istifadə edəcəm. Relaxed. Mən duşdan sonra rahat hiss etdim, rahatlaşmış hiss etdim. This story is very surprised və yaxud da surprising. Söhbət storydən getdiyinə görə, hekayədən getdiyinə görə biz artıq anladıq ki, əgər səbəb yaradan şeydən danışırıqsa, səbəbi yaradandan danışırıqsa, o zaman ing-li sifətdən istifadə edirik. Buna görə də surprising olanı götürürük. We were boring or bored during the meeting. Biz iclas sırasında ya deyirik sıxılmışdıq, ya da deyirik sıxıcıydıq. Amma biz sıxıcıydıq deyə bilməyəcəyimizə görə, şəxsən danışdığımıza görə we were bored during the meeting deyirik. The baby was frightened, frightening by the noise. Uşaq səsdən, səs tərəfindən belə deyək, qorxmuşdu, qorxmuşdu, qorxunc idi və yaxud da ikisindən birini seçməliyik. Burada söhbət uşaqdan getdiyinə görə, uşağın hissindən getdiyinə görə frightened olan versiyanı seçməliyik. Ümid edirəm ki, bu video sizin üçün yararlı olar.